Salam, hər vaxtınız xeyir olsun. Bugün ədəbiyyatdan ikinci sınağın mövzusuna baxırıq. Qədim dövr Azərbaycan ədəbiyyatı ən qədim zamanlardan 11-ci əsrə qədər. Birinci suala baxaq. Salur Qazanın evinin yağmalandığı boy haqqında doğru fikri müəyyən edin. Bu boy Salur Qazanın ailəsinin əsir düşdüyü boydur. Yəni bütün ailə əsir düşür bu boyda. Variantlara baxaq. Boy Bayandır xanın məclisində Qazan xanın ov təklif etməsi ilə başlayır. Bu yanlışdır. Bu Bayandır xanın məclisi deyil. Bu Qazan xanın məclisidir. Ona görə A variantı səhvdir. Qazan xana köməyə gələn bəylər arasında Aruz qoca yox idi. Bu da yanlışdır. Aruz qoca 3 boyun hamısında var. Evinin yağmalandığı boyda da var, Uruzun əsir düşdüyü boyda da var, Basatla Təpəgöz boyunda da var. Yəni 3 boyun hamısında biz Aruz qocanı görürük. Boyda Uruzun qəhrəmanlıq göstərməsinin təsvirinə yer verilmir. Bu doğrudur. Uruzun qəhrəmanlıq göstərməsi dustaq olduğu boyda var. Bu boyda yoxdur. Ona görə cavab C-dir. Düşmənin yurduna çatan Qazan digər bəylərin gəlib çata bilməsi üçün Şöklü Məliklə danışıq aparır. Bu yanlışdır. Digər bəylərin gəlib çatması üçün yox, anasını ondan almaq üçün danışıqlar aparır ki, anasını alsın, müharibə zamanı ayaq altında qalmasın. Uruz yurdunu qoruya bilməyib, atasının etibarını zədələdiyi üçün özünü ölümə layiq bilir. Belə bir məsələ dastanda yoxdur. Ona görə cavab C variantıdır. Keçdik ikinci suala. Salur Qazanın evinin yağmalandığı boya əsasən Eyler-Venn diaqramındakı yanlış fikirləri müəyyən edin. Bir tərəfdə Qaraca Çoban verilib, bir tərəfdə Qazan xan verilib. Variantlara baxaq. Fövqəladə gücə sahibidir. Bəli, bu Qaraca Çobana aiddir. Ona görə götürmürük. Bizdən yanlış istəyir. Bəylik təklifinə razı olmur. Bəli, Qaraca Çoban bəylik təklifinə razı olmur. Onu da götürmürük. Yuxusunu qardaşına danışır. Bu yanlışdır. Bu Qazan xana aiddir sadəcə. Çünki Qaraca Çoban yuxusunu heç kəsə danışmır. Qaraca Çoban sadəcə yuxu görür. Qardaşları ilə birgə tədbir qurmağa başlayır. Kafirlərlə savaşır. Bəli, bu da ikisinə də aiddir. Bunu da götürmürük. Qara qayğılı yuxu görür. Bu ortaya yazılmalıdır, amma sadəcə Qazan xana yazılıb. Ona görə yanlışdır, götürürük. Kafirlərin yurduna çatanda hər şeydən əvvəl qoca atasını istəyir. Atasını yox, anasını istəyir. Bu da yanlışdır, ona görə götürürük. Bizdən yanlış istəyirdi. 3, 5, 6 cavab C variantı. Keçdik növbəti 3-cü suala. Salur Qazanın evinin yağmalandığı boy əsasında cədvəldəki yanlış fikirləri müəyyən edin. Yəni ailəsinin, bütün ailəsinin əsir düşdüyü boy. Baxaq. Qazan xan bəylərin məzəmmətindən çəkinir. Buna görə də Qaraca Çobanı ağaca bağlayıb özü ilə getməsinə mane olmağa çalışır. Bu doğrudur. Düşünür ki, bəylər deyəcək ki, özü tək işini həll edə bilmir, ona görə çobanı gətirib. Bizdən yanlış istəyirdi. Qazan xan bəylərin ovunu pozmaq istəmir, yurdundan xəbər bilməyə tək gedir. Bu da doğrudur. Qaraca Çoban düşmənin hücumundan xəbər tutur, ehtiyat tədbirləri görür. Xeyr, xəbər tutmur, sadəcə yuxu görür və yuxuya görə ehtiyat tədbirləri görməyə başlayır. Qardaşları ilə birgə. Burla xatun tanınmasını istəmir, oğlunun ətindən yeməyə məcbur olur. Bu da yanlışdır, çünki oğlu öldürülmür ki, ətindən yesin, oğlu xilas olunur. Ona görə 4-də götürülür. Köklü Məlik Qazandan heyf almaq niyyətində olur, onun həyat yoldaşına şərəf paylatmaq istəyir. Bu doğrudur. Ona görə götürmürük. Qazan bəylərə gizlində xəbər göndərir, Qalın Oğuz bəyləri yardıma gəlirlər. Xeyr, Qazan bəylərə xəbər göndərmir. Qazan çobanla birgə gedir, amma bəylər özləri yardıma gəlirlər. Bizdən yanlış istəyirdi, yanlış da olur. 3, 4 və 6, yəni A variantı. 4-cü suala baxaq. Salur Qazanın evinin yağmalandığı boyda Qara Günə, yəni Qazanın qardaşı, Qazanın yuxusunu necə yozur? Qara bulud, qar yağmur, saç qan. Qara bulud deyir ki, sənin taleyindir. Qar yağmur sənin qoşunundur. Bunu belə yadda saxlamaq olar ki, qar dənələri, yağmur dənələri də var, çoxdur. Qoşun da o formada dənələrdən ibarətdir. Yəni qoşun da əsgərlərdən ibarətdir. Ona görə də bunu bənzətmək olur. Saç nədir? Saç sərdir. İkisində də s var. Belə yadda saxlamaq olar. Saç dərd sərdir, qayğıdır. Qan nədir? Qan da qaranlıqdır. İkisində də qa hissəsi var. Belə yadda saxlamaq olar. Qara bulud talidir. Qar yağmur dənələri çox olduğu üçün qoşuna bənzədilir. Saç s-dır, sər s-dır. Qan qa hissəciyi var, qaranlıq qa hissəciyi var. Belə yadda saxlamaq olar. Yəni 1-ə 1, 2-yə 4, 3-ə 3, 4-ə 2. Bu da eləyir D variantı. Baxırıq 5-ə. Salur Qazanın evinin yağmalandığı boyda Qazanın yuxuda gördükləri arasına daxil ola bilməz. Hündür evinin üstündə ildırım çaxır. Bu doğrudur. Çaylardan su yerinə qan axır. Belə bir hadisə yoxdur yuxuda. Ona görə götürürük, budur. Quduz qurdlar evimi dəlir. Bu da doğrudur.
Əllərimdə 10 barmağım qan içindədir. Bu da doğrudur. Yumruğumda bir şahin çırpınır. Bu da doğrudur. Yuxu ümumiyyətlə belədir ki, Qazan deyir ki, yumruğumda bir şahin çırpınır. Görürəm ki, hündür evimin üstündə ildırım çaxır, quduz qurdlar evimi dəlir, dəvələr ənsemdən qapıb aparır, saçım uzanıb gözümə qədər gözümü örtür və 10 barmağımda qan içindədir. Yuxusu bu şəkildədir. Burada çaylardan su yerinə qan axır ifadəsi yoxdur. Qan, barmağım qan içindədir ifadəsidir. Ona görə də cavab olur B variantı. Gəlirik 6-cı suala. Salur Qazanın evinin Gəlirik 6-cı suala. Salur Qazanın evinin yağmalandığı boy ilə bağlı uyğunluğu müəyyən edin. Surət, nitq, niyyəti. Baxaq. Surət urus. Nitq. Qalxıb yerimdən durardım, səni qaba dizimin altına salardım, can şirinliyini sənə göstərərdim. Bəli, urusun nitqində var. O zaman deyir ki, Burla xatun gəlir və deyir ki, səni mi seçim yoxsa atanın namusunu mu seçim? O da bunu deyir ki, təbii ki, atamın namusunu seç. Orada bu ifadəni işlədir. Niyyəti atasının namusuna xələl gətirmiş anasına nifrətini göstərmək. Xeyr, xələl gətirmiş deyildi və ya nifrətini göstərmək deyildi. Burada sadəcə xəbərdarlıq eləyirdi ki, seçəcək olsam məni yox, atamın namusunu seç. Ona görə bu yanlışdır. Bizdən doğru istəyir. Qazan xan, duraq gedək a bəylər, ov ovlayaq, quş quşulayaq, yeyib içək, günümüzü xoş keçirək. Bu ifadə doğrudur. Yəni bunu götürürük. Oğlunu ova aparıb ona təcrübə qazandırmaq. Xeyr, bu Uruzun dustaq olduğu boydadır. Ailənin əsir düşdüyü boyda buna görə demir. Sadəcə olaraq elə ova getmək üçün deyir. Ona görə bu yanlışdır. Burla xatun su Allah üzünü görmüşdür. Mən bir su ilə xəbərləşim, yurdunun vəziyyətindən xəbər olmaq. Bu yanlışdır. Bu Qazan xana aiddir. Burla xatuna aid deyil. Şöklü məlik Qazanda heyfimiz qaldı, a bəylər. Qazan xanın Dərbəndəki sürüsünü ələ keçirmək. Dərbəndəki sürüsünü ələ keçirmək yox, bu Burla xatuna şərab paylatdırmaqdır. Dərbəndəki sürünü ələ keçirməyi Şöklü məlik demir. Onu kafirlərdən biri deyir. Şöklü məliyin dediyi Burlaya şərab paylatdırmaqdır. Ona görə bu da səhvdir. Beyrək, çal qılıncını ağam Qazan çatdım, kömək etmək bu doğrudur. Müharibə vaxtı beyrək gəlir və bu ifadəni deyir, məqsədi də kömək etmək olur. Cavab olur Y variantı. Gəldik 7-ci suala. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyun, bu Uruzun dustaq olduğu boydur artıq. Ekspozisiyasında, yəni giriş hissəsində, girişində Qazan xanın oğlunu görərkən ağlamasının əsl səbəbi nə idi? Deməli, məsələ belədir. Qazan xan məclis qurur, sağında qardaşı Qaragün oturur, solunda dayısı Aruz oturur, qarşısında da Uruz var. Sağına baxır, gülür, soluna baxır, gülür, Uruzu görür, ağlayır. Uruzun xoşuna gəlmir. Atasından soruşur ki, bəs niyə sağına, soluna baxıb gülürsən, məni görəndə ağlayırsan? Atası da deyir ki, sağımdakı qardaşımdır, Qaragünə. Baş kəsib, qan töküb, ad qazanıb. Solumdakı dayım Aruzdur, o da eyni şəkildə bu günə qədər baş kəsib, qan töküb, ad qazanıb. Sənin 16 yaşın var, nə baş kəsməmisən, nə qan tökməmisən, ova belə getməmisən. Mən qorxuram ki, sabah mənim başıma bir iş gələr, mən ölərəm. Mən öləndən sonra da sən bu taxta otura bilməzsən. Ona görə də ağladım. Yəni əsl səbəb nə idi? Variantlara baxaq. Baş kəsməyən, qan tökməyən oğlundan utanır, xəcalət çəkirdi. Xeyr, utanma məsələsi yoxdur burada. Qəfil ölərsə Oğuz bəylərinin Uruzu atasının taxtına layiq bilməyəcəklərindən ehtiyat edirdi. Bu doğrudur. Cavab B variantıdır. Bu doğrudur. Qorxurdu ki, düşmənlər el-obaya hücum etsə oğlunu öldürər və ya əsir apararlar. Belə bir qorxusu yox idi. Qorxaq oğlu olduğu üçün Bayandır xan eləcə də Oğuz bəyləri arasında nüfuzdan düşəcəyindən xeyr, bu da belə bir şey də yox idi. Bəylərlə ova gedərkən el obasına etibar edə biləcək oğlu olmadığı üçün xeyr, bu da yox idi. Cavab olur burada B variantı. Gəldik 8-ci suala. Qazan bəyin oğlu Uruz bəyin dustaq, yenə Uruzun dustaq olduğu boydandır. Klasteri tamamlayan fikirləri müəyyənləşdirin. Burla xatun qəhrəmanlıq göstərir, doğrudur. Deməli bizə doğrular lazımdır. Baxaq. Ova gedənlərin dönməsi xəbərini eşidən kimi tədarük görür. Bəli, bu var. Burla xatun gözləyir ki, Qazanla oğlu Uruz gəlsin. Bu zaman atdan ayğır, dəvədən buğra, qoyundan qot kəsdirir deyə bir ifadə var. Ona görə bu doğrudur. Qazan xanı tək görəndə narahat olur. Bu da var, qarşısına keçir, deyir, niyə iki getmisən, bir gəlirsən, bəs oğlum hanı? Atasından qoşun istəyib Qazan xanın ardınca gedir. Burada çaşdırıcı bir məqam var. Atasından qoşun istəmə məsələsi var, amma bu belə olur. Burla xatun Qazana deyir ki, oğlum hardadır, nə eləmsən oğlumu? Əgər oğlumu tutdurmusansa, mən gedim atamdan qoşun alım, oğlumun arxasınca gedim deyir. Amma getmir. Yəni atasından qoşun istəmir və Qazanın arxasınca atasından qoşun istəyib getmir. Ona görə bu yanlışdır. Yaralı oğlunu dağ çiçəyi ilə müalicə edir. Bu ümumiyyətlə bu boya aid deyil. Bu Dirsə xanın oğlu Buğac boyuna aiddir. Bura aidiyyatı yoxdur.
Oğlu ilə ərinin namusu arasında seçim etməli olur. Bu Burla xatuna aiddir, amma uzun dustaq olduğu boy deyir bizə. Bu ümumi ailənin dustaq olduğu, yəni Salur Qazanın evinin yağmalanması boyuna aiddir. Ona görə bu da yanlışdır. Cavab olur 1 və 2. Yəni B variantı. 9-cu sualda deyir ki, cümləni tamamlayan fikri müəyyən edin. Qazan bəyin oğlu Uruzun dustaq olduğu boyda oğlu ilə ova gedən Qazan xan variantlara baxaq. Ov ovlayıb quş quşlamağa, bir ceyran belə vurmağa fürsət tapmır. Bu yanlışdır. Çünki Qazan xan bəylərlə birlikdə gedir, ov ovlayırlar, quş quşlayırlar, ceyrancuyur yıxırlar ovda, yeyirlər, içirlər və hadisələr də bundan sonra baş verir. Ona görə də bu yanlışdır. Qazan xan ov zamanı yuxuya gedib əsir düşür. Qazan xan ümumiyyətlə əsir düşmür. Bu da yanlışdır. Qazan xan uzaqdakı toz dumanı görən kimi düşmən olduğunu anlayır. Bu doğrudur. Bəziləri deyir ki, ceyran sürüsüdür, bəziləri deyir ki, düşməndir. Qazan xan görür, deyir ki, ceyran sürüsü olsa 1 ya da 2 bölük olar, bu düşməndir. Qara qayğılı yuxu görüb ovunu yarımçıq saxlamalı olur. Ümumiyyətlə, qara qayğılı yuxu məsələsi 2 obrazda var. Qazan xanda və Qaraca çobanda. Amma bu, yəni bunların hər ikisi Uruzun dustaq olduğu boyda deyil. Hər ikisi də Salur Qazanın evinin yağmalandığı boydadır. Uruzun dustaq olduğu boyda biz yuxu məsələsi ümumiyyətlə görmürük. Yəni orada yuxu məsələsi ümumiyyətlə yoxdur. Ona görə deyini də götürmürük. Qarşısında anidən boyu uzun Burla xatunu görür. Qazan xan boyu uzun Burla xatunu görür. Bu doğrudur. Və Uruzun dustaq olduğu boyda görür. Bu da doğrudur. Amma burada ova gedən Qazan xan deyir. Ova gedən Qazan xan dediyi üçün bunu götürmürük. Çünki Qazan xan Burla xatunu müharibədə görür. Oğlunu qurtarmaq üçün gedir, orada yaralanır və kənara çəkilir. Kənara çəkiləndə Burla xatunu görür. Yəni müharibə meydanında görür. Ovu da görmür. Buna görə də bunu da düz götürmürük. Cavab olur C variantı. 10-cu sualda deyir ki, Qazan bəyin oğlu Uruzun dustaq olduğu boyla bağlı düzgün fikirləri müəyyən edin. Variantlara baxaq. Uruz atasından düşmənlə vuruşmamağı, geri dönməyi xahiş edir. Ümumiyyətlə Uruz kafirlərdən həm Salur Qazanın evinin yağmalanması boyunda, həm də özünün dustaq olduğu boyda aman istəyir. Amma fərq var. Evin yağmalanması boyunda, yəni bütün ailənin əsir düşdüyü boyda Uruz kafirlərdən aman istəyir ki, ağacla danışsın. Ağacla danışmaq üçün. Amma özünün əsir olduğu boyda atası ilə danışmaq istəyir. Və atası ilə danışanda da ona deyir ki, düşmənlə vuruşma, geri dön. Yəni bu doğrudur. Qazan xanın ovda olduğunu Təkura Şöklü Məlik bildirir. Şöklü Məlik bildirmir. Təkura bildirən Dadyani qalasındakı casus olur. Gəlir Təkura deyir ki, bəs bəylər gəliblər, orada ov ovlayırlar, yeyib içirlər, sən burada nə edirsən? Ona görə bunu da götürmürük bunu. Oğlunu xilas etməyə gedən Qazan xan kafirlərlə döyüşə tək başına girir. Bu doğrudur. Burada da bir məqam var. Qazan xanın evinin yağmalanması boyunda Qazan xan kafirlərlə döyüşə Qaraca çobanla gedir. Yəni 2 nəfər gedirlər. Amma oğlunu qurtarmağa gedəndə tək gedir. Ona görə bunu da doğru götürürük. Ərinin ardınca düşmən elinə gedən Burla xatun öz kimliyini bildirmir. Bildirmir ifadəsi yanlışdır. Dediyimiz kimi Qazan xan oğlunun ardınca tək gedir. Orada döyüşəndə bir yerdə gözündən zərbə alır və qan axmağa başlayır və gizlənməli olur. Gizləndikdən sonra görür ki, kənardan bir igid gəlir. Bu da Burla xatun olur. Amma tanımır Qazan xan. Ona deyir ki, atını mənə ver, qılıncını mənə ver. Sənə bəylik verərəm, nə istəsən verərəm. Burla xatun da bu zaman deyir ki, sən məni tanımadınmı? Və bu zaman artıq öz kimliyini açıqlayır ki, mən Burla xatunam. Ona görə də bu yanlışdır. Burla xatun həll edici döyüşdə düşmənin bayrağını qılınclayıb yerə atır. Bu da doğrudur. Burada da bir məqam var. Düşmənin bayrağı həm Qazanın evinin yağmalanması boyunda qılınclanır, həm Uruzun dustaq olduğu boyda. Amma bir fərq var. Qazanın evinin yağmalandığı boyda Burla xatun özü də əsir olur. Çünki Qazanın bütün ailəsi əsir olur. Buna görə də Burla xatun həmin boyda bayrağı qılınclaya bilməz. Həmin boyda qılınclayan Qazanın qardaşı Qaragün olur. Amma Uruzun dustaq olduğu boyda Burla xatun burada əsir deyil. Ona görə də Burla xatun döyüşdə də iştirak edir. Ona görə də bayrağı qılınclayıb yerə atır. Yəni belə yadda saxlamaq lazımdır ki, Qazanın evinin yağmalanması boyunda bütün ailə əsir olduğu üçün Burla xatun da əsirdir və buna görə də bayrağı qılınclayıb yerə ata bilməz. Bu zaman Qaragünə qılınclayır. Amma Uruzun dustaq olduğu boyda Burla xatun müharibədə iştirak edir. İştirak edirsə bayrağı da qılınclayıb yerə atır.
Ona görə bu da doğrudur. Bu boyda Uruz 40 igidi ilə bircə kafirlərə əsir düşür. Uruz tək əsir düşür, 40 igidi ilə yox. 40 igidi döyüşlərdə öldürülür, ondan sonra Uruz əsir götürürlər. Cavab olur 1, 3 və 5. Yəni E variantı. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyda dastan janrına məxsus hansı xüsusiyyəti görmək mümkün deyil? Ozan tərəfindən yaradılması. Bu doğrudur. Dədə Qorqud tərəfindən yaradılıb. Dədə Qorqud da dövrünün ozanlarından, aşıqlarından biri olub. Hətta biz bundan qabaqki dəfə demişdik ki, sınaqda Dədə, Ozan, Varsaq deyilmişlər qədimdə aşıqlara. Əslində elə bir versiyada var ki, Dədə Qorquda dədə deyilməsinin səbəbi elə onun aşıq olmasıdır. Ona görə bunu götürmürük, çünki bizdən yanlışı soruşur. Nəzm və nəsrin növbələşməsi. Bəli, bu onsuz da dastanın xarakteri xüsusiyyətidir. Ona görə bu da var. Süjet xəttində hadisələrin sürətli keçidlərdən ibarət olması, bu da doğrudur. Əsərin nəzm hissəsinin heca vəzinli şeirlərdən ibarət olması doğrudur. Surətlərin nitqində qoşma və gəraylılardan istifadə edilməsi. Xeyr, bu Koroğluya aiddir. Dədə Qorqudda qoşma və gəraylılar görmək mümkün deyil. Ona görə də daha doğrusu cavab olur E variantı. Keçdik 12-ci suala. Kitab-ı Dədə Qorqud dastanında yer alan qəhrəmanlıq və hünər göstərmək Bəyoğlu bəyin missiyasıdır. Müddəası əsasında uyğunluğu müəyyən edin. Qəhrəmanlıq və hünər göstərmək Bəyoğlu bəyin missiyasıdır. Müddəanı təsdiq edir, müddəanı təkzib edir, yəni yalanlayır, inkar edir. Baxaq variantlara. Qaraca çobanın göstərdiyi qəhrəmanlıq. Qaraca çobanın göstərdiyi qəhrəmanlıq bu müddəanı yalanlayır, inkar edir. Niyə? Çünki burada deyir ki, Bəyoğlu bəyin missiyasıdır. Amma Qaraca çoban Bəyoğlu bəy deyil, axı xalqdan biridir. Ona görə də bu müddəanı yalanlayır. Qarşısına baxarkən oğlunu görən atanın qəhərlənməsi. Bu doğrudur. Çünki atanın özü də, yəni atanın özü də, Qazan xanın özü də bəydir, oğlu da bəydir. Ona görə də o düşünür ki, qəhrəmanlıq göstərməlidir. Bunun missiyasıdır. Yəni bu müddəanı təsdiqləyir. Beni götürdük. Sağ və sol tərəfinə baxan Qazan xanın fəxarətisi. Bu da doğrudur. Çünki həm Qaragünə, həm Aruz ikisi də Bəyoğlu bəy idi və ikisi də baş kəsib qan tökmüşdü. Yəni qəhrəmanlıq göstərmişdi, missiyaların yerinə yetirmişdi. Ona görə müddəanı təsdiq edir. Bu oyun sonunda Dədə Qorqudun öğüt verməsi. Bunun heç birinə aidiyyatı yoxdur. Yəni bunun missiyaya aidiyyatı yoxdur. 1 olur BC, 2 olur A. Cavab olur B variantı. Keçdik 13-cü suala. Qazan bəyin oğlu Uruzun dustaq olduğu boyda hadisələrin ardıcıllığını müəyyən edin. Uruza qara yapıncı geyindirib onu qapı ağzında üz-üstə sərmişdilər. Burlaq Hatun Qazan xanın yardımına yetişir. Qazan xan 40 qul və cariyəni azad edir. Qazan xan oğlunu təpənin başına göndərir. Buğacıq Məliyin boynu vurulur. Birinci növbədə ova gedirlər və ovda düşməni görürlər. Daha sonra Qazan xan oğluna deyir ki, sən təpənin başında bizi gözlə. Bir yazılıq buna. Bir budur. Daha sonra Uruz əsir düşür. Uruz əsir düşəndən sonra ona qara yapıncı geyindirirlər və qapının ağzında üz-üstə sərirlər. 2-ni yazırıq bura. Daha sonra Burlaq Hatun Qazanın yardımına yetişir. Qazan tək başına döyüşə girir, sonra Burlaq Hatun gəlir. Sonra digər döyüşçülər gəlir. Bu döyüşçülərdən biri Qarabudaq, Qazan xanın qardaşı oğlu. Buğacıq Məliyin boynunu vurur, onu öldürür. 4-ü yazırıq bura. Əsərin sonunda da artıq hər kəs gəlir və Qazan xan 40 qul və cariyəni azad edir. Deməli, cavab oldu 4, 1, 2, 5, 3. Yəni A variantı. 14-cü sual. Basatın Təpəgözü öldürdüyü boyla bağlı Basat Təpəgöz boyu uyğunsuzluğu, yəni yanlış fikirləri müəyyən edin. Təpəgöz Basatla süd qardaşı olduğunu söyləyir. Bu doğrudur. Çünki Təpəgöz Basatdan soruşur ki, haralsan? Basat deyir ki, günortadanam. Daha sonra Basat ona deyir ki, Qıyan Səlciyin intiqamını almağa gəlmişəm səndən. Bu zaman Təpəgöz anlayır ki, deməli Basatla süd qardaşıymış. Qapaqqan 2 oğlunu Təpəgözə xərac olaraq verir. Burada 2 oğlunun ifadəsi yanlışdır. Qapaqqan 1 oğlunu verir, növbə 2-ciyə çatanda Qapaqqanın arvadı gedir Basata olanlar haqqında xəbər verir. Və sonra Basat Təpəgözü öldürür. Yəni bu yanlışdır. Qazan Təpəgözün çox güclü olduğunu söyləyir. Bu doğrudur. Qazan Basatla danışanda ona deyir ki, Təpəgözü dağda da döyüşdüm ondan, qamışlıqda da döyüşdüm, yerdə də döyüşdüm, harda döyüşüm, göydə də, yerdə də ona qalib gələ bilmədim. Sən nə qədər güclü olsan da məndən güclü ola bilməzsən, ona görə də gəl getmə, deyir Basata, amma Basat ona qulaq asmır. Aruz Basata qardaşının intiqamını almaq üçün xeyir dua verir. Xeyir dua verir ifadəsi yanlışdır. Aruz ağlayır, o da deyir ki, getmə,
bəs yurdumu sahibsiz qoyasan, amma Basat ona da fikir vermir. Yəni dediyinin arxasından dönmür. Pəri Təpəgözü hər kəsdən qorumaq üçün, daha doğrusu 4-ü düz götürək. Düz deyəndə yəni yanlışdır götürək. Pəri Təpəgözü hər kəsdən qorumaq üçün ona üzük verir. Bu doğrudur. Aruz Təpəgözü evdən qovandan sonra Pəri anası gəlir və Təpəgözü hər kəsdən qorumaq üçün barmağına onun üzük taxır. Cavab olur 2 və 4, yəni D variantı. 15-ci suala baxaq. Cədvələ əsasən Basatın Təpəgözü öldürdüyü boyla bağlı düzgün fikirləri müəyyən edin. Buna oxşar bir sualı Çahargah əfsanəsində də işləmişdik bundan əvvəlki sınaqda. Təpəgözün ətrafdakılara münasibəti, ətrafdakıların Təpəgözə münasibəti. Baxaq. Onunla sövdələşməyə gələn Dədə Qorquda toxunmur. Bu doğrudur. Ona aşpaz kimi göndərilmiş insanları yeyib yenilərini istəyir. Xeyr. Bunlu qoca ilə yapaqlı qoca aşpaz kimi göndərilir. Onlara da toxunmur. Onlara da heç bir şey eləmir. Günahsız insanları incitməkdən həzz alır. Bu doğrudur. Oğuzları neçə dəfə yerindən qovur. Və onlardan xərac alır, onları incidir, bəzilərini öldürür. Ona görə bunu doğru götürürük. Ətrafdakıların Təpəgözə münasibəti. Çoban onu göl kənarında görəndə təpikləyir. Bu doğrudur. Oğuzların bir çobanı var, Qonur Qoca, Sarı Çoban deyirlər. O yaylağa hamıdan əvvəl gəlirmiş və yaylağa gələndə orada bir ət parçası görür. Ət parçasına bir təpik vurur. Ət parçası böyüyür. Bunu görən çoban oradan qaçır. Aruz onu özünə götürmək üçün xandan icazə istəyir. Bu da doğrudur. Hətta Bayandır xanın tək sözünün, yəni onun nitqinə yer verildiyi boy bu boydur. Aruz ona deyir ki, bəs Təpəgözü götürüb saxlaya bilərəmmi Basatla bir yerdə? Bayandır xan deyir ki, sənin olsun. Bu sənin olsun ifadəsi onun nitqi sayılır. Ona görə 5-i də götürürük. Gəldik 6-cı varianta. Tək gözlü olduğu üçün Dədə Qorqud ona bu adı verir. Xeyr. Dədə Qorqud Təpəgözə ad vermir. Dədə Qorqud Basata ad verir. Təpəgözə ad verən olmur boyda. Ona görə yanlışdır. Cavab olur 1, 3, 4 və 5. Yəni A variantı. 16-cı sualda bizə deyir ki, Basatın Təpəgözü öldürdüyü boyla bağlı doğru fikirləri müəyyən edin. Basat Oğuz eli yaylağa köçərkən arabadan düşüb itir. Burada yaylağa köçərkən ifadəsi yanlışdır. Düşmən Oğuz elinə basqın eləyir. Oğuz eli düşmənin basqınından qaçarkən Basat yolda düşür, itir. Ona görə bunu götürmürük. Təpəgözün qınsız öldürülə biləcəyini Basata Dədə Qorqud deyir. Dədə Qorqud demir, bu da yanlışdır. Burada bir məqam var. Basat birinci qocalardan, aşpaz qocalardan, yəni bunlu yapaqlı qocadan soruşur ki, bəs Təpəgözün zərər verə biləcəyin bir yeri varmı? Onlar da deyir ki, gözünə zərər verə bilərsən, gözü ətdəndir. Basat da ona görə də gedir Təpəgözü kor eləyir. Bunu qocalardan öyrənir. Amma daha sonra Təpəgöz özü deyir ki, mağarada qınsız qılınc var. Sən get o qılıncı götür, onunla mənim başımı kəsə bilərsən. Yəni bunu Basata Təpəgöz deyir. Ona görə bunu da götürmürük. Təpəgöz Basatı qocalara verib, ondan kabab bişirmələrini tapşırır. Bu doğrudur. Oğuz yurdu Təpəgözün əlində əsir-yesir olmuşdu. Bu da doğrudur. Bunu da götürürük. Təpəgözün təkcə gözünün ətdən olmasını Basata qocalar deyir. Bu da bayaq dediyimiz kimi doğrudur. Cavab olur 3, 4 və 5, yəni B variantı. 17-ci suala baxaq. Basatın Salaxana qayasında etdikləri sırasına daxil ola bilməz. Baxaq. Bir qot kəsib dərsinə əyninə geyinir. Bu doğrudur. Hətta bu ağıllı Əhməddəki Əhmədlə oxşarlıq təşkil edir. Orada da Əhməd xanın şəhərinə getmək üçün gedir çobanın yanına, ondan xahiş edir ki, bir qot kəssin. Çoban qotu kəsir. Əhməd onun dərisini geyinib xanın şəhərinə keçir. Xanın sevdiyi heyvanı öyrənmək üçün. Ona görə bunu ortaq kimi də götürmək olar. Qardaşı Qıyan Səlci üçün ağı deyir. Bu əslində doğrudur. Amma burada Qıyan Səlci üçün ağı məsələsi o zaman olur ki, Qapaqqanın arvadı gəlir Basata xəbər verir. Bu zaman Qıyan Səlci üçün ağı deyir. Bu Salaxana qayasında etdikləri deyil. Ona görə də B götürürük. Qınsız qılıncı oxla vurub yerə salır. Bu doğrudur. Təpəgözün ər kimi yerə çökdürür. Bu da doğrudur. Təpəgözün üzüyünü barmağına taxır. Bu da doğrudur. Yəni bunlar var. Cavab olur B variantı. 18. Basatın Təpəgözü öldürdüyü boya əsasən hadisələrin düzgün ardıcıllığını müəyyən edin. Təpəgöz dairələrinin canını alır. Təpəgöz qayalarda məskən salır. Bu ikisi arasında nə olur ona baxaq. Təpəgöz anası ilə görüşür. Bu ola bilər. Çünki Təpəgöz dairələrinin canını alandan sonra Aruz artıq onu evdən qovur. Aruz evdən qovandan sonra da Təpəgöz anası ilə görüşür. Görüşəndən sonra anası onun barmağına üzük taxır və artıq Təpəgöz qayalarda məskən salır. Yəni bu ikisi onun arasında var. Biri yazdıq bura.
Təpəgöz qayalarda məskən salır. Burnu qoca ilə yapaqlı qocanı Təpəgözə göndərirlər. Bu ikisinin arasında nə ola bilər? Aruz Təpəgözü himayəsinə götürür? Yox. Dədə Qorqud gəlib Təpəgözə ad verir. Ümumiyyətlə Dədə Qorqud Təpəgözə ad vermir. Təpəgöz Oğuz elinə hücumlar edir. Bu doğrudur. Təpəgöz qayalarda məskən salır. Sonra Oğuz elinə hücumlar eləyir. Daha sonra Dədə Qorqudu onun yanına göndərirlər. Dədə Qorqud gedib gələndən sonra da aşpaz kimi Burnu qoca ilə yapaqlı qocanı göndərirlər. Ona görə də 4-ü də bura yazırıq. 1-i yazdıq bura, 4-ü yazdıq bura. Basat ata-anasının əlini öpüb onlarla halallaşır. Bu Burnu qoca ilə yapaqlı qocanın göndərilməsindən sonra olur. Ona görə bu da yanlışdır. Cavab olur 1 və 4. Yəni C variantı. 19-da deyir ki, Basatın Təpəgözü öldürdüyü boyda əsər boyu qarşılaşmayan surətləri müəyyən edin. Bu ümumiyyətlə maraqlı sualdır. Baxaq variantlara. Basat və Dədə Qorqud. Basat və Dədə Qorqud qarşılaşırlar. Nə vaxt? Basatı Şirin yanından gətirirlər. Amma buna baxmayaraq Basat bir neçə dəfə yenidən qayıdır Şirin yanına. Artıq görürlər ki, çarə yoxdur, Dədə Qorqudu çağırırlar. Dədə Qorqud gəlir, Basata nəsihət verir, məsləhət verir. Deyir ki, bəs sən insansan, insanların içində böyüməlisən. Qardaşının adı Qıyan Səlciqdir, sənin adın Basat olsun. Orada ona ad da verir. Yəni bunlar bu zaman qarşılaşırlar. Basat və Qapaqqan. Xeyr, Basat və Qapaqqan qarşılaşmırlar. Qapaqqanın arvadı ilə Basat qarşılaşır. Ümumiyyətlə Qapaqqan obrazı bu əsərdə sadəcə adı verilən obrazdır. Yəni biz obraz olaraq Qapaqqanı görmürük. Sadəcə adını eşidirik. Ona görə daha doğrusu B-ni götürürük, çünki bunlar qarşılaşmayan obrazlardır. Qazanxan və Basat bunlar qarşılaşırlar. Qazanxan Basata deyir ki, mən belə Təpəgözə qalib gələ bilmədimsə, sən ümumiyyətlə qalib gələ bilməzsən. Bu zaman qarşılaşırlar. Aruz və Təpəgöz bu da var, çünki Təpəgözə elə Aruz himayə edir, Aruz saxlayır. Təpəgöz və Burnu qoca bu da var, çünki Təpəgözə aşpaz olaraq Burnu qoca və yapaqlı qoca göndərilir. Cavab olur burada B variantı. Baxırıq 20-ci suala. Basatın Təpəgözü öldürdüyü boyda surətlər və onların əməlləri baxımından hansı bənddə uyğunluq gözlənilmişdir? Basatın Təpəgözü öldürdüyü boyda. Aruz qoca Təpəgözün Qıyan Səlciyi öldürdüyünü Basata söyləyir. Bunu söyləyən Aruz deyil, bunu söyləyən Qapaqqanın arvadıdır. Ona görə bu yanlışdır. Dədə Qorqud Təpəgözün istədiklərinin hamısını ona verməyə razı olur. Bu da yanlışdır. Təpəgöz deyir ki, mənə 60 adam verin. Dədə Qorqud da deyir ki, sənə 60 adam versək, bizim obada adam qalmaz. Gəl belə eləyək, sənə 2 dənə adam verək, 2 nəfər adam, 500 qoyun verək. Təpəgöz də deyir ki, yaxşı. Təpəgöz Dədə Qorqudla razılaşır. Qapaqqanın Təpəgözün Oğuz elinin yaylağa köçməsinə imkan vermədiyini söyləyir. Qapaqqan ümumiyyətlə bayaq dediyimiz kimi obraz olaraq yoxdur. Qapaqqanın arvadı deyir. Sarı çoban gölün kənarında Təpəgözün olmasını Bayandır xana çatdırır. Bu yanlışdır. Burada da bir məqam var. Oğuz xanın ilxıçısı Basatı tapır. Bunu Bayandur xana çatdırır. Yəni ilxıçı Bayandur xana çatdırır. Basatın tapılma xəbərini çatdırır. Amma Sarı çoban Təpəgözün xəbərini heç kəsə demir. Sadəcə Təpəgözü görür, qorxur və qaçır. Bayandur xan özü gəlir yaylağa və ətrafındakılarla birlikdə Təpəgözü orada görür. Basatın tapılma xəbəri Bayandur xana çatdırılır ilxıçısı tərəfindən, amma Təpəgözün tapılma xəbəri Bayandur xana çatdırılmır. Bayandur xan özü görür. Bu məqama fikir vermək lazımdır. Yapaqlı qoca Oğuz əlində Basatın Təpəgözə qalib gəlməsi xəbərini çatdırır. Bu doğrudur. Burada da bir məqam var. Basat atasına, yəni Aruza xəbər vermək üçün bir çapar göndərir. Burnu qoca ilə yapaqlı qocanı isə bütün Oğuz elinə xəbər vermək üçün göndərir. Atasına çapar göndərir, bütün Oğuz elinə qocaları göndərir. Cavab olur Y variantı. 21. Kitab-ı Dədə Qorqud dastanı haqqında hansı fikir yanlışdır? Dastan Oğuz türklərinin ortaq abidəsidir. Doğrudur. Dastan Oğuz türkləri və onların həyat tərzini öyrənmək üçün etibarlı mənbədir. Doğrudur. Dastanın əsas mövzusu Oğuz elinin qəhrəmanlıq və vətənpərvərliyidir. Bu doğrudur. Ümumiyyətlə bu dastanın əsas mövzusu vətənpərvərlikdir. Ona görə götürmürük. Dastan müqəddimə və 12 boydan ibarətdir. Doğrudur. Dastanda bədiilik gücü də olsa da, bu da doğrudur. Lirizmə yer verilməmişdir, yanlışdır. Çünki şeirlər var dastanda, lirika var. Ona görə cavab olur Y variantı. 22-yə baxaq. Avesta haqqında yanlış fikri müəyyən edin. Atəşpərəstlik dövrünün məhsuludur. Doğrudur. Zərdüştlük atəşpərəstlik dövrünə aid kitabdır. Əsərin əsas özəyini qatlar adlanan hissə təşkil edir. Bu da doğrudur. Xeyir və şərin mübarizəsindən bəhs edilir. Bəli, Hörmüzlə Əhrimənin mübarizəsi və sonda Hörmüz, yəni xeyir qalib gəlir. Ona görə bu doğrudur. Ədəbiyyat və fəlsəfədə ilk
Türk dilli yazılı abidədir. Türk dilli sözü yanlışdır. Avesta türk dilində yazılmayıb. İnsanları humanizmə və zəhmətsevərliyə çağırır da doğrudur. Cavab olur D variantı. Keçirik 23-cü suala. 23-cü sual. Salur Qazanın evinin yağmalanması boyunda kafirlərin törətdiklərini müəyyən edin. Yəni bütün ailəsini əsir götürdükləri boyda. Qızıl taxtlı evləri çapıb dalayırlar. Doğrudur. Qız gəlini pərişan edirlər. Doğrudur. Zəmilərdəki bol taxılı od vururlar. Belə bir ifadə yoxdur. Qiymətli xəzinəni talan edirlər. Doğrudur. Evi qoruyan vəfalı iti oxluyurlar. Belə bir şey də yoxdur. Qatar-qatar dəvələri aparırlar. Bu da doğrudur. Cavab olur 1, 2, 4 və 6. 24-cü sual. Qazan bəyin oğlu Uruzun dustaq olduğu boyla bağlı yanlış fikirləri müəyyən edin. Ata ov ovlayıb quş quşlamaq, igidlik göstərmək məqsədi ilə oğlunu Aladağa aparır. Aladağa aparmır. Aladağ digər boydadır. Burada aparır cızıqlara, Ağlağana və Göyçəyə. Bura ova gedirlər. Aladağ Salur Qazanın evinin yağmalanmasındadır. Ona görə bunu götürürük. Qazan xan oğlunun kafirlərlə döyüşə girməsini istəmir. Bu doğrudur. Götürmürük. Oğlunun qorxub anasının yanına qaçdığını düşünən ata onu cəzalandırmaq istəyir. Bu da doğrudur. Uruz atasının atdan yıxıldığını görüb sağ cinahdan hücum etməyə qərar verir. Bu yanlışdır. Ümumiyyətlə belə bir məsələ bu boyda yoxdur. Ona görə 4-ü götürürük. Oğlunu evdə tapmayan ata birbaşa Təkurun qalasına yollanır. Xeyr, Təkurun qalasına yollanmır. Müharibə meydanına yollanır. Orada da anlayır ki, oğlu əsir düşüb. Cavab olur 1, 4, 5. Keçirik növbəti 25-ci suala. Basatın Təpəgözü öldürdüyü boy əsasında klasteri tamamlayın. Basat bəy oğludur. Bu doğrudur. Bizə doğrular lazımdır. Canavar yuvasında böyüyür, yanlışdır. Şir yuvasında böyüyür. Ona görə biri götürmürük. Düşmənlə tək başına vuruşur. Doğrudur. Təpəgözlə tək başına vuruşur. Qazan xanı məzəmmət edir. Xeyr. Qazan xan ona deyir ki, getmə. Qəhrəmanlıq göstərib ad alır. Xeyr, qəhrəmanlıq göstərmir. Yəni ad almaq üçün qəhrəmanlıq göstərmir. Dədə Qorqud özü gəlib ad verir. Səfərə gedib əli dolu qayıdır. Bu da doğrudur. Cavab olur 2, 5. 27-ci sualda deyir ki, uyğunluğu müəyyən edin. Basatın Təpəgözü öldürdüyü boy, Uruzun dustaq olduğu boy, Qazanın evinin yağmalanması boyu. Baxaq variantlara. Ana haqqı, Tanrı haqqı bənzətməsindən istifadə edilir. Bu aiddir Qazanın evinin yağmalanması boyuna. Bu o zaman olur ki, Burla xatun gəlir Uruzun yanına. Deyir ki, səni mi seçeyim, sənin həyatını mı seçeyim, yoxsa atanın namusunu mu? Bu zaman Uruz deyir ki, ana haqqı, Tanrı haqqı deyilməsəydi, səni qaba dizimin altına salardım. Yəni 3-ə aiddir A. Atam oğuldan öyrənər, oğul mu atadan öyrənər ritorik sualı verilir. Bu aiddir Uruzun dustaq olduğu boya. Uruz atasına deyir ki, sən baş kəsib qan tökməmisənsə mənim yanımda, mən bunu necə öyrənə bilərəm? Ondan sonra atası deyir ki, ova getmək lazımdır. Dədə Qorqudun qopuzu müqəddəsdir iddiası irəli sürülür. Xeyr, bu ümumiyyətlə heç bir boyda yoxdur. İnsan heyvanlarla yaşamalı deyil, fikir səsləndirilir. Bu da aiddir Basatın Təpəgözü öldürdüyü boya. Dədə Qorqudun dilindən səsləndirilir bu. Daha doğrusu bura D-dir. 1-ə D, 2-yə B, 3-ə A. Mətnə baxaq, ov mətninə. Qalın Oğuz bəylərindən Dirsə xan Cah Cəlallı ova çıxmışdı. Xan da, Buğac da, Yasavulbaşı da dalğın idilər. Hərənin öz düşüncələri var idi. Xan Yasavulbaşının uydurduğu iftiranın təsiri ilə gecəni yatmamış, səhərə qədər oğlu ilə vuruşmuşdu. İndi də o kabusdan qurtarmayıb, oğlunun hər bir hərəkətindən diksinirdi. Yasavulbaşı xanın həyəcan və dalğınlığının səbəbini yaxşı bilirdi. Buğac da çox həyəcanlı idi. Axı necə həyəcanlanmasın? İlk dəfə idi ki, atası ilə ova çıxmışdı, özünü atasına göstərmək üçün əla fürsət düşmüşdü əlinə. Bugünkü ovdan hərəsi ayrı-ayrı məqsədlər güdən bu iki cəngavər ovçu ilə bir hiyləgər tülkü bir-birinə zidd olan düşüncələr içində Oğuz elinin ceyran düzünə çatdılar. Buğac ovdakı məharətini atasına göstərmək üçün qəsdən ceyranı onun yanına qovub, oxu lap yaxından atırdı. Yasavulbaşı da bunu fürsət bilib pıçıldadı. Görürsənmi? Namərd oğul oxla səni vurmaq istəyir. Amandır, cəld ol, o səni öldürmədən sən onu öldür. Buğac 3-cü ceyranı kəmətlə diri tutaraq atasına bu məharətini də göstərmək istəyirdi. Ceyranı hərləyib, xanın lap yaxınında əlini kəməndə atdı. Bundan vahimələnən xan yayını əlinə alıb, oxu kirişə qoyub dikəldi və əli əsə-əsə oxu atıb gözlərini yumdu. Ox Buğacın iki kürəyinin arasında sancıldı
İgid ani bir hərəkətlə başını çevirib əlində kaman tutmuş atasını görəndə yanıqlı fəryadı eşidildi. Atacan ata. Bu mətn Dirsə xanoğlu Buğac boyu əsasında hazırlanmışdır. Bu mətndə elə Kitab-ı Dədə Qorqud dastanındandır. Bu boy Kitab-ı Dədə Qorqud dastanının boyudur. 28-ci sualda deyir ki, səbəb-nəticə əlaqəsi baxımından cədvəli tamamlayın. Səbəb: Buğac ovçuluq məharətini atasına göstərmək istəyirdi. Nəticədə nə oldu? Bu məsələ bu cümlədədir. Buğac ovdakı məharətini atasına göstərmək üçün qəsdən ceyranı onun yanına qovub oxu lap yaxından atırdı. Deməli, nəticədə nə oldu? Ceyranı qovub atasının lap yaxınından oxu atırdı. Nəticəyə bunu yazmaq olar. İkinci cümlə, Dirsə xan oğlunu oxla vurdu. Niyə vurdu? Onu da bu cümlədən tapmaq olar. Ceyranı hərləyib xanın lap yaxında əlini kəməndə atdı. Bundan vahimələnən xan yayını əlinə alıb oxu atdı. Yəni oğlunun onu vuracağını düşünüb vahimələndi. Bunu yazmaq olar. Fərqli versiyalar da yazmaq olar və o da doğru ola bilər. 29-cu sualda deyir ki, cədvəli tamamlayın. Ov mətnində Dirsə xan, Uruzun dustaq olduğu boyda Qazan xan. Buralara fərqləndirici xüsusiyyətlər yazırıq və ortaq xüsusiyyətləri də aşağıda qeyd edəcəyik. Ov mətnində Dirsə xana nə yazmaq olar? Dirsə xan oğlunu, rəqibi, hətta düşməni kimi görürdü. Niyə? Çünki Yasavulbaşı oğluna iftira atmışdı. Ona görə də hər an nə bilirdi ki, oğlu onu öldürəcək. Düşməni kimi görürdü. Uruzun dustaq olduğu boyda Qazan xan da tam əksini görür. Qazan xan oğlu üçün örnək olmaq istəyir və oğluna qarşı fədakardır. Yəni bu cəhətdən bir-birlərindən fərqlənirlər, bir-birlərinin əksidirlər. Ortaq xüsusiyyətləri də yazmaq olar ki, hər ikisi də oğlu ilə ova gedir. Bunu da ortaq xüsusiyyət olaraq götürmək olar. 29-cu sualda belə. 30-cu sualda deyir ki, çərçivədəki şeiri ov mətni ilə müqayisə edin. Şeirdə verilən xüsusiyyətləri mətnin obrazları ilə əlaqələndirin. Şeirdəki xüsusiyyətləri mətnin obrazları ilə əlaqələndirmək lazımdır. Şeirdə deyir ki, adam var səmimi, mehriban, mərd. Adam var təpədən dırnağa dərd. Adam var kökündən xain, namərddir. Adam var şər gəlməz həndəvərinə. Burada nə yazmaq olar? Məsələn, 3-cü cümlədə xəyanət yaza bilərik xüsusiyyətə və ya namərdlik də yaza bilərik. Obraz olaraq bu aiddir Yasavulbaşına. Çünki iftira atır və ata ilə oğlu düşmən edir. Elə əsaslandırma olaraq da onu yaza bilərik. İftira atır və ata ilə oğlunu düşmən edir. Yazmaq olar. İkinci olaraq da səmimi, mehriban mərdə yaza bilərik. Adam var səmimi, mehriban mərddir. Bura yaza bilərik səmimilik, mehribanlıq, xüsusiyyət olaraq yazmaq olar. İgidlik yazmaq olar. İgidlik. Obraz olaraq yaza bilərik bura buğacı, yəni oğul obrazını. Necə əsaslandıra bilərik? Atasının onu yaralamasına baxmayaraq buğac yenə də atasına qarşı mehriban idi. Çünki son cümlədə yanıqlı fəryadı eşidildi, atacan ata. Yenə də can deyir və bu əslində onun mehribanlığını göstərir. 30-cu sualda bu şəkildə oldu.